Göyçayda zəncirvarı avtomobil qəzası baş verib. 27 may saat 14:00 radələrində Bakı-Şamaxı Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində Opel, Kia və Chevrolet markalı avtomobillər toqquşub nəticədə avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb. Digər xəsarət alan şəxslər Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar aparılır.